Mən Həsənov Əmir 1989-cu ildə anadan olmuşam. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. 2007-ci ildən irəli hərəkatının üzvüyəm. İnformatik Texnologiyalar Departamentində öz fəaliyyətimi davam etdirmişəm və hal-hazırda əsgərəm, əsgərlik borcumu yerinə yetirirəm. Hərbi xidmət çox yaxşı gedir. Mən özüm artıq 2010-cu ilin iyul ayından hərbi xidmətdəyim və mənim 6-cı ayım demək olar ki, tamam olur. Hərbi xidmət çox gözəl səviyyədə, yüksək səviyyədə gedir. Hiss edirəm ki, mən Azərbaycanın əsgəriyəm, bununla qürur duyuram və biz hər zaman Ali Baş Komandanın əmri ilə öz vətənimizin müdafiəsindən ötürü canımızdan belə keçməyə hazırıq. Hər zaman müharibə etməyə, müharibəyə başlamağa, düşmən üzərində qələbə qazanmağa özümüzü hazır hiss edirik. Tədbirlərin İrəlinin yeni radiosu, İrəli radiosu fəaliyyətə başlayıb. Bu aksiyanın mən məlumatı özüm əldə etmişəm və öyrənmişəm, çox sevinmişəm. Bundan əlavə mən özüm çox sevinirəm ki, böyük qürur hissi keçirirəm ki, bizim 2007-ci ildə fəaliyyətə keçirdiyimiz, Azərbaycanda ilk olaraq da keçirdiyimiz bloqinq treninqləri hələ də davam etməkdədir. Mən bunun haqqında da internetdə görmüşəm, sizin elanlar görmüşəm və çox sevinirəm. Bundan əlavə biz sizin digər aksiyalarınız haqqında da məlumat əldə etmişəm internetdən, şəhərdə keçirilmiş aksiyalar. Gəlmişkən mən özüm də İrəli Gənclər Birliyinin sədri Ceyhun Osmanlını parlamentə üzv seçilməyə münasibətilə təbrik edirəm. Bu Azərbaycan gənclərinə verilən qiymətin göstəricisidir və ona gəldək fəaliyyətində uğurlar arzu edirəm. İrəlçilər daima gələcək fəaliyyətinizə uğurlar arzu edirəm. Sizin daim yeni layihələrinizi, yeni aksiyalarınızı, yeni proyektlərinizi görmək istəyirəm və bununla duyub fəxr etmək istəyirəm. Belə ki, deməli, bütün gənclərə İrəli Gənclər Birliyinin layihələrindən ən yüksək səviyyədə yararlanmağı, ondan istifadə etməyi diləyirəm. Sizə hamınıza gələcəkdə uğurlar arzu edirəm.